Həqiqətin ətəyin it kimi qapan nakəs, öləndə itdən iraq it kimi ölüb gedəcək. Bax, it kimi ölmək necə olur, rahat ölmək necə olur? Ümumiyyətlə, görmüsünüz it kimi ölüb gedənləri? Biz bunu müşahidə edirik. Vacib deyil ki, bir insan tabutun içərisində insanların çiynində gedir, bu deməkdir ki, insan kimi gedir. Yox, o sənin ardınca gələnlərin o məqamda, ya sən dünyadan gedəndən sonra sənin haqqında deyilənlərin və yaxud sən dünyadan gedəndən sonra nə boşaldı dünyadan, insanlar hansı o itkini hiss elədilərmi? Onlar vacibdir. Burada it kimi ölüb getmək, görürsünüz, itdən də bir üzrxahlıq var orada ki, yəni o varlığın təqsiri deyil ki, o küçədə, bilmirəm, çox pis vəziyyətdə ölür hansısa bir zibillikdə filanda. Yəni bu o itin günahı deyil. O onun yaşam tərzidir. O yaşam tərzinə uyğun da o cür ölməli idi. İnsanlar da var ki, o bahalı geyimlərin, bilmirəm, yaxşı həyatın içində əslində o zibillikdə yaşadıqlarını hiss eləmirlər. Onlar o mənəvi cəhətdən elə bir o pisliyin içərisindədirlər ki, onlar onu hiss eləmirlər. Onların üzündə təbəssüm yoxdur, onların sabaha inam, etibar yoxdur. Onlar üçün dünyadan getmək, özləri üçün yaratdığı zindanın içərisində ölməkdir. Amma bir məsələ də var ki, biz məsələn heyvanları insanlar üçün misal çəkirik də. Məsələn, bu it kimi ölmək. Ümumiyyətlə, heyvanlar insanlar üçün misal çəkilməməlidir. Heyvanlar insanlar üçün o nəsihət obyekti olmamalıdır. İnsan heyvandan üstündür. Üstün üçün, insan üçün daha üstündən misal çəkmək lazımdır. Səndən aşağı olan bir varlıq sənə nümunə ola bilməz, insana nümunə ola bilməz. Bizim at vəfalıdır, it filan belə misallar çəkmək əslində insanlığımızı aşağı endirir. Kiçik böyüyü özünə tabe eləyə bilməz. Günəşin səması deyə bilmərik. Səma günəşdən daha böyükdür. Səmanın günəşi deyəcək. Cibin pəncəyi demək olmaz. Pəncəyin cibi deyəcək. Kiçik böyüyə həmişə tabedir. Ona görə insan o misal götürəndə də özünün tabe olduğu, özünün ehtiyacı olduğu böyükdən misal götürməlidir. Özünə tabe olan, əlinə baxan bir varlıqdan, it məsələn, ya at, insana tabe olan bir varlıqdan, insana əlinə baxan, insana möhtac olan bir varlıqdan nümunə götürməməlidir.